Salam, hər vaxtınız xeyir. Listin 14-cü dərsliyində mən backtest haqqında məlumat vermək istəyirəm. Backtest nədir, harda edə bilərsiniz? Backtest ümumiyyətlə sizin nəyinizə lazımdır və s. Bundan qabaqki videoda, yəni bu backtest videosunu ikinci dəfə çəkirəm. Birincisində texniki problem oldu, ikincisində səndə mikrofon bağlıymış və eyni söhbətləri üçüncü dəfə də çəkirəm. Backtest, deməli TradingView dərsliyində bundan qabaqki bölümlərdə TradingView ilə tanışlıq dərsliyində replay bölməsi var idi burada. Demişdim ki, backtest buradadır. Gələcək bölümlərdə izah edəcəm. Bu həmin bölümdür. Yəni backtest nədir və necə edilir? Görə bilməyənlər üçün belə bir şöyle çəkim. Burada olan replay yazılan hissəsi. Bu replay'i basanda gördüyünüz kimi qrafikin yəni sağ tərəfində daha bulanıq görsənir. Yəni əslində məndə Pro deyil, Basic mod olduğuna görə elədi. Yəni bunu basandan sonra bunu basırsan və həmin bastığın hissədən sağ tərəf, yəni ki bu seçdiyin hissənin haranı ki seçmirsən sağ tərəfi artıq silinir və sən backtesti və bu qət elədin. Yəni kəsdiyin yerdən başlayırsan öz analizləri aparmağa ki qiymət hansı yönə gedəcək. Bu TradingView-da olan pro özəlliklərdən biridir. Bu ödənişlədir, yəni standart sadə hesablarda backtest eləmək özəlliyi yoxdur. Mən sizə TradingView-nun necə bir aylıq trial versiyonunu almaq olar onu izah eləyəcəm. İstəyən TradingView-da backtest eləyə bilər. İstəməsəz mən sizə pulsuz olan bir sayt göstərəcəm. Orada da backtest eləyə bilərsiniz. TradingView-da ilk növbədə pul ödəmədən necə pro hesab ala bilərsiniz? Bu haqqda məlumat verim. İlkin olaraq TradingView-da qeydiyyatdan keçilməyən bir mail lazımdır sizə və həmişə backtest eləyəndə işlədəcəyiniz hesabı burada olan gizli pəncərə ki var private mode, həmişə private modla girməlisiniz. Çünki normal başqa browserlə girsəz və yaxud da ki normal browserdə girsəz atacaq hesabdan böyük ehtimal sizi. Çünki onlar bilirlər ki siz girmisiniz bunu şey eləməyə pulsuz yoxlamaq üçün bu əlavə açdığınız proqramdır. Yəni onu nəzarət eləyirlər. Deməli bu private şeyə girəndə qoy buradan göstərim. Prosta bu bayaqlarda eləyəndə dondu. Bilmirəm nəyə görə dondu. Belə deyək. TradingView-a girirsiniz. Və burada Started for Free var. Bu Start for Free eləyəndə ilk dəfə qeydiyyatdan keçən adamlara aiddir bu. 30 günlük pulsuz denəmə sürümü olur. Qeydiyyatdan keçmək üçün istifadə eləmədiyiniz bir maili və yaxud da ki Google-dan temp mail, yəni bir dəfə istifadə olunan maili götürün. Try for Free-nin üstünə basın və qeydiyyatınızı e-mailin üstündən buradan misal üçün bir temp mail ki internetdən götürəcəksiniz, onu əlavə eləyin. Deyək ki belə bir mail, mən bayaqlar temp maildən götürmüşdüm. Burada password yazırsınız və create account edirsiniz. Bunu eləyəndən sonra oradan da etaplar gəlir, bir doldurursunuz. Boş, yəni sadə, primitiv şeylərdir. Kartdakı istifadə eləmədiyiniz bir kartı, yəni içində pul olmayan kartı əlavə edin. Onsuz da sizdən pul çıxmayacaq. $0 bir test eləyəcək. Yəni bu kart doğrudan da sizindir, yoxsa yox. Bir ay siz pulsuz TradingView istifadə eləyə bilirsiniz, amma deyim kimi ancaq private modda, yəni gizli mod istifadə eləsəz. Normal browserdə atacaq sizin hesabınızı. Bir ayın tamamında özünüz nəzərinizdə olsun ki, hansı ayda almışsınız. Bir gün qabaq girin subscription-ınızı ləğv eləyin ki, həmin kartı sonra istifadə eləyə biləsiniz. Yoxsa ləğv eləməsəz, həmin kartda haçan pul olsa, həmin məbləği sizdən çıxmağa çalışacaq. Ya da ümumiyyətlə istifadə eləmədiyiniz bir kart əlavə eləyin olaraq. Bu qədər. Bu deməli TradingView-nun Pro alma versiyası idi. Əlavə olaraq kim TradingView-da istəmirsə, hesab almasını və yaxud da ki bu prosesi keçirmək istəmirsə, Traders Kassa deyilən bir proqram sayt var. Bu formada yazılır. Traders Kassaya girəndən sonra burada qeydiyyatdan keçirsiniz. Get start eləyirsiniz. Normal maillə və yaxud da ki Gmail-lə filan necə istəsəz qeydiyyatdan keçin. Mən qeydiyyatdan keçmişəm deyə avtomatik olaraq girirəm. Bu hissədə solda dashboarddur, analitikdir, reportdur, trade'dir, backtestdir. Bu bölmələrdə sizin win rate'iniz, necə trade analiz edirsiniz və s. haqqında məlumatlar olur, analitiklər olur. Burada əməliyyatlarımız falandır. Backtest əsas zona buradır. Bunlar neçənci şeylərdir? Bunları silin mən, rahat olsun. Bu hissədə, yəni backtest hissəsindən siz backtest eləyəcəksiniz. Ümumiyyətlə ilk növbədə bunu deyim ki, backtest eləmək çox vacibdir, çox şərtdir. Çünki sizin qrafikə aşinalığınızı, qrafiki görmək qabiliyyətinizi, bacarığınızı inkişaf elətdirən tək şey sizin backtest etməyinizdir. Backtest etməsəz
özünüzə ziyan vurmuş olacaqsınız. Yəni bir var canlı pulla və ya hansısa fon hesabı ilə bazara girirsiniz və öz deneyimlərinizi, təcrübənizi onun üstündə aparırsınız. Bir də var ki, əlinizdə yəni pul olmadan da, sərmayə yatırmadan da sadəcə özünüzü test eləməyə məqsədilə, öz biliyinizi artırmaq məqsədilə back test edirsiniz. Yəni sizdən heç kim pul istəmir buna görə. Girirsiniz, özünüzü test edirsiniz. Bu çox vacibdir, şərtdir, mütləqdir. Bunu mütləq eləyin. Mən onsuz da videolarda, növbəti videolarda da tapşırıq kimi bu haqqda danışacağam. Yəni ki, mən hətta özüm də back test videolarda paylaşmaq istəyirəm. Əgər izləyici çox olarsa, marağında olarsa, canlı da aça bilərəm YouTube-da filan, yəni birlikdə back test eləyə bilərik. Kimin sualı varsa verə bilər. Məsəl üçün sən nə düşünürsən bu girişdən, sən nə düşünürsən, bir yəni müzakirə eləyə bilərik. Məncə o daha verimli bir video olar. İndi isə back testin, deməli tez kassada necə back test eləmək olar o haqqda danışım. Bu back testə girirsiniz, burada new sessiya var. New sessiyaya girdiniz, sessiyanın adını yazırsınız ki, misal üçün gold və yaxud başqa payda başqa payın adı. Burada hansı balansla işləmək istəyirsə onu yazın. 100 min, 50 min, 10 min, 100 dollar, 500 dollar. Misal üçün 1000 dollar qeyd eləyin ilkin olaraq ya da necə istəyirsə elə qeyd edin. Yəni kim necə istəyir elə qeyd eləsin qısacası. Mən məsləhət görərdim ki, 1000 dollar qeyd eləyin. Buradan işlədiyiniz pair yazın, məzənnə, nə bilim, indekslər, kriptovalyuta və s. Biz qızıl haqqında öyrəndiyimizə görə və mən qızılda trade elədiyimə görə qızılı qeyd edirəm. Əvvəl burada tarix çox idi, yəni keçmişə getmək olurdu. Amma indi 1 illik qoyublar aralıq. Yəni ancaq 1 il qabağa kimi baxa bilirik. Yəni 3 ay 5 ay da olar. Məsəl üçün gəlib 2025-in aprelindən də baxa bilərik. Prosta yəni ən maksimum gec oktyabrın axırını göstərir. Deyək ki, baxaq nə bilim yanvarın 7-sinə misal üçün. Bunu save eləyirik. Bizim qrafikimiz artıq olur 2025-ci ilin yanvarın 7-sində olan qrafik. Biz onun qabağını görmürük və avtomatik olaraq qarşımızda nə qrafik varsa başlayırıq onun üstündən öz analizlərimizi aparmağa. Deməli burada bir məsələ var, o haqqda da məlumat verim, qoy açılsın. Deməli, ümumiyyətlə backtest necə edilir? Burada vəbşə siz özünüz üçün bir plan şəklində cızın ki, ilk növbədə pairlər arasında deyək ki, əgər bir dənə qızılda işləyəcəksə, bir dənə qızıl deyil. Timelar arasında deyil. Yəni 1 dəqiqəlikdə 5 dənə, 10 dənə, 5 dəqiqəlikdə, 1 saatlıqda, 4 saatlıqda hər time'a görə ən azından 5-10 dənə backtest eləyin. Cəmləşdirin, yazın, hər backtestinizi yazın ki, misal üçün 10 dənə, 4 saatlıqda 10 dənə elədim, 800 oldu, 2 səhv oldu. Sonra ikisi nəyə görə səhv olub onu qeyd eləyin. Özünüz öz üzərinizdə işləyin yəni. İndi düzdür, burada məlumatı olmayan adamlar da var ki, mən nə öyrənmişəm ki, elə backtest eləyim. Sadəcə bu backtest haqqında məlumatdır. Növbəti dərslərdə fundamental analiz olsun, texniki analiz olsun, daha ətraflı məlumat verdikdən sonra mən, yəni bunu tapşırıq kimi deyirəm ki, növbəti videolardan sonra, yəni backtest eləmək şərtdir. Yəni onsuz da backtest ilə bağlı yenə də video çəkəcəm, dediyim kimi. Prosta ilkin tanışlıq olaraq bu video tanışlıq məqsədi nədir ki, backtest nə deməkdir? Dediyim kimi time'a girdiniz, deyək ki, bu böyük ehtimal xəbər vaxtı düşüşdü. Yəni bu arada onu da deyim, backtest elədiyiniz vaxtda bir də gördünüz riski bir dənə şam qalxdı və yaxud düşdü, o sizin probleminiz deyil. Buna görə fikirləşməyin ki, mənim backtestim uğursuz oldu, mən səhv düşünürəm. O həmin vaxtda olan hansısa xəbərin hərəkətlənməsinə görə olub. Yəni ondan əlbəttə ki, sizin xəbəriniz olmur. Ona görə də boş verin elə şeyləri. Sol tərəfdə olan bu eyni Traders kassada TradingView kimidir. Yəni bu hissədən özünüz üçün favori şeylərinizi seçə bilərsiniz. Long position, short position, trend xətti və s. analizlərinizi TradingView kimi bunun üstündə apara bilərsiniz. Əsas istifadə edəcəyiniz long və short pozisiyalardır ki, yəni deyək ki, buradan aşağı düşəcək, yuxarı qalxacaq. Bu kimi analizlərinizi aparırsınız. Qrafikə baxırsınız, yəni qrafik hansı formadadır, düşən trenddədir, qalxan trenddədir, vəziyyəti necədir, nə etmək istəyir, baxdınız. Bu arada belə xəttlər düşür, ona fikir verməyin. Deyək, hal-hazırda belə baxanda yüksələn trenddədir, indi amma düşür. Keçirsiniz bir saata. Nəysə, bu indi backtest eləmək videosu deyil. Elə videolar da çəkəcəm, amma indi mən bu sayt necə istifadə olur, o haqqda məlumat verirəm. Deyək ki, düşündünüz ki, yəni buradan qalxacaq, bunu bura atırsınız, stopunuzu qoyursunuz, nə bilim bunu qaldırırsınız, qoyursunuz. Bura RR-vizə görə, misal üçün 2 istəyirsiniz, 3 istəyirsiniz, 5 istəyirsiniz, necə istəyirsiniz qoydunuz. Analizimizə uyğun, yəni bunu mən elə atıram. Deməli, burada nə məsələ var? Siz birinci bu sessiyanı açanda ki, 1000 dollar qeyd eləmişsinizsə, siz bunu burada seçdiniz. Deyək ki, bu neçə saatdır, 10 dəqiqəyə də baxaq. Deyək ki, bu gəldi, stop elədi sizi və yaxud da ki, profit elədi sizi. Ayda, mən bəxtimə baxda.
Deyək ki, tipi oldunuz. Bu arada heç qətiyyən stop bölgəsinə yaxınlaşmadı. Hə. Deyək ki, tipi oldunuz. Fikir versiniz, sizin balansınızda heç bir çoxalma, azalma olmur. Niyə görə? Çünki siz, bu arada bunu da deyim ki, bu sayt pulsuz olduğuna görə belə ara sıra 30 saniyəlik reklamlar verəcək. Buna baxmalısınız. Yox, istəmirsinizsə baxmaq, TradingView-dan fərqli olaraq burada daha ucuzdur. Qiyməti yadımda deyil, amma 3 dollar, 5 dollar olmalıdır. İstəsəz Traders kasanında ödənişli versiyasını alıb, yəni bu reklamla üzləşməyə bilərsiniz. Mən artıq backtest eləmədiyimə görə mənim yəni hər hansısa bir backtest saytında şeyim yoxdur. Pro hesabım yoxdur. Belə. Burada bunu yəni balansınızda azalıb çoxalmaq istəyirsinizsə, hər dəfə bunu çəkəndən sonra open position eləyin. Yəni necə? Bir dənə də göstərirəm. Deyək ki, buradan sell düşünürsünüz və yaxud da ki, buy düşünürsünüz. Hər nə, atıram elə belə. Bastınız bunu, bura qoydunuz, stopu qoydunuz bura. Deyək ki, 1.30'luq şeydir. Sizin stopunuz nə qədərdir? 49-dan 38-ə kimi qrup 9-10 dollarlıq bir fərq var da. Hətta 9 dollar deyəsən, 9 dollarlıq. Əgər 0.1 ilə girmişsinizsə, mən lot sayısı hesablama qaydasında izah eləmişdim. 0.1-ə 9 dollar nə qədər stop eləyirsiniz? 90 dollar. 101-ə də 9 dollar. 0.2-yə olur ki, 9-u vururuq 2-yə. Yəni 90 vururuq ki, 180 dollar. Bunu biz öz beynimizdə hesabladıq ki, mənim 1000 dollarım var. Mən neçə lotla girirəm, nə qədər qazanacağam, nə qədər itirəcəm. Sonra open position'ı basırsınız. Open position'da burada marketi seçirsiniz. Avtomatik olaraq sizin seçdiyiniz long short pozisiya sxeminə uyğun olaraq bu qiymətləri özü yazır. Sadəcə siz buraya itirə biləcəyiniz məbləği yazırsınız. Yəni ki, sizin stopunuz nə qədər olacaq. Burada baxdınız 9 dollardan idisə qiymət fərqi, yəni stopunuzu 9 dollar qoymusunuzsa, itirə biləcəyiniz məbləğ nə qədərdir? %1 ilə girən adam 9 dollar itirir. Siz neçə ilə girəcəksiniz 1000 dollarınız varsa? Deyək ki, 0.1 ilə girirsiniz, 90 dollar itirməyə risk alırsınız. 90 dollar yazdınız, save edirsiniz. Bura bax düşdü. Siz buradan dəyişə bilərsiniz. Deyək ki, stopunuzu dəyişə bilərsiniz. Mən istəmirəm 90 dollar olsun, istəyirəm misal üçün bura qoyursunuz, 60 dollarlıq risk eləyirsiniz. Bunu da gətirib qoyursunuz bura. Profitiniz olur 118. Deyək ki, yox, mən ora inanmıram gələcəyini, bura gələcəyini düşünürəm. Bunu qoydunuz bura. Həmçinin özünüz üçün bunu da qoyun ki, rahat görə biləsiniz. Bu formada və yaxud da ki, tam əksi. Qaldırırsınız, bunu qoyursunuz bura deyək ki. Bunu qaldırırsınız, bura qoyursunuz. Hal-hazırda nə formadadır? Stop olsa 61 dollar itirirsiniz, qazansanız 193 dollar qazanırsınız. Və aşağıdakı balansınızda 1000 dollardır. Bunu indi misal üçün play eləyirsiniz. Bu gəlir sizi eləyir, eləmədi. Elədi axır. Bu sizi profit elədi. Və nə qədər idi bağlamda? 193 dollar 22 sent qazanmısınız deyək ki. Bu ucu sizin balansınıza təsir eləyir. Hansı halda buradan open position'ı bassaz, basmasaz elə belə burada açsaz bunu belə və backtest eləsəz sizin balansınızda azalma, çoxalma olmayacaq. Əgər risk idarə etməsini də həmçinin öyrənmək istəyirsinizsə, balansın idarə edilməsinə də baxmaq istəyirsinizsə ki, mən 1000 dollarla hansı pozisiyaya necə girsəm, neçə ilə girsəm, balansımı nə qədər itirərəm, nə qədər qazandıraram. Bunun üçün open position'ı basmağınız və risklərinizi buna uyğun aparmağınız daha məsləhətlidir. Backtest buydu. Bu sayt vasitəsilə pulsuz backtest eləyə bilərsiniz. Növbəti dərslərdə əlbəttə ki, necə metagrafik oxumaq olar, hansı şəkildə giriş-çıxışlarınızı bilməlisiniz. Bu haqqda da video çəkəcəm. Bu sadəcə backtest haqqında, yəni qısa bir məlumat idi ki, məlumatınız olsun backtest nədir. Bu qədər. Kimin sualı olsa kommentdə yaza bilər. Növbəti dərsliklərdə görüşənədək sağ olun.